AirPods Max 2 gəldi. Apple Premium qulaqlığı yenilədi. Amma ən böyük dəyişiklik görünüşdə yox, içindədir. Apple AirPods Max 2 ilə dizaynı dəyişmədən təcrübəni yeniləməyi seçdi. Yeni H2 sayəsində qulaqlıq artıq daha ağıllı işləyir, səs boğma daha güclüdür və gündəlik istifadə daha rahat hiss olunur. Yəni eyni görünür deyib keçmək olmur. Çünki əsas yeniliklər qulağın yox, texnologiyanın içindədir. Bu modeldə Adaptive Audio, Conversation Awareness və Live Translation kimi funksiyalar premium qulaqlıq anlayışını biraz da genişləndirir. AirPods Max 2 artıq sadəcə musiqi üçün yox, zənglər, hərəkətli şəhər həyatı və daha çevik ünsiyyət üçün də daha uyğun görünür. Bir sözlə qulaqlıq bəzən elə ağıllıdır ki, adam düşünür, məndən tez reaksiya verdi. Qiymət isə dəyişməyib. $550, yəni təxminən 1000 manat. Batareya müddəti 20 saat səviyyəsində qalır. Çəkisi də əvvəlki kimi müzakirə mövzusudur. Amma daha güclü səs boğma və yeni ağıllı funksiyalar bu modeli Apple istifadəçiləri üçün yenidən diqqət mərkəzinə gətirir.